Həmişə balkonda təmizlik edərkən bu görüntü heç xoşuma gəlmir. Plekanın dəmir tutacaqları, məhəccərlərin aşağı hissələri belə pas ləkələri veribdi. Dedim gətirim Titizin Proders məhsulundan istifadə edeyim. Baxım görüm pas ləkələrini aparacaqmı? Bir qədər püskürdüb gözləyirəm. Püskürdəndə baxdım ki, artıq pas ləkələr getməyə başlayır. Dedim elə xanımlarla da bölüşüyorum. Sizlərə də fikir olsun. Bir qədər gözləyəndən sonra başlayıram süngər ilə təmizləməyə. Baxın, tərtəmiz oldu. Bayaq ki pas ləkəsindən əsər əlamət qalmadı. Gördüm ki pas ləkəsi gedir. Mən də həvəsə gəldim. Tez gətirdim foşur-foşur balkonu yumağa. Bu ayaqqabı dolabının üzərində də pas ləkəsi var idi. Dedim burada püskürdüm, bir qədər gözləyim, sonra sürtdüm. Baxın, pas ləkəsi anında getdi. Hər dəfə yazırlar ki, bu balkonu nə qədər yuyursunuz, axırda bu evi uçurdacaqsınız. Amma baxın, dolabı çəkdiyim altı görün nə gündədir. Titizin bu Proders məhsulunu mən çox bəyənirəm. Çünki hara püskürdürəmsə oranı tərtəmiz edir. Baxın, plekanın kənarları görün nə gündədir. Orada püskürtdüm, bir qədər gözləyib oranı da sürtürəm. Bu da sizə fikir olsun. Şlanqı tapçıqanın içinə keçmişəm. Bakı kimi yerdə açıq balkon saxlamaq çətin olsa da, amma mən balkonu belə yumağı xoşlayıram. Baxın, burada da sizə son nəticəni göstərirəm. Əvvəlki pas ləkəsindən əsər əlamət qalmadı. Sonda da balkonu qurulayıram. Xanımlar, sizlər də bu Titizin Proders məhsulundan alıb hamamlarınızda, kafelərdə istifadə edə bilərsiniz. Məndən bu qədər. Videonu bəyənməyi unutmayın. Hələlik.